Salam aleykum. Din haqda ümumi danışa bilərsən? Aleykum salam. Əlbəttə ki, din haqqında saatlarla danışmaq olar. Bu elə bir mövzudur ki, bu haqda saatlarla belə danışıb söhbət eləmək olar. Yəni, İslam dininə baxsaq, sadəcə qısa şəkildə danışacağım. İslam dininə baxsaq, İslam mükəmməl dindir. Və İslam dini bizlərə doğru, düzgün yaşamağın yolunu öyrədir. Yəni, İslam dini bizlərə həyatda, bu dünyada doğru, düzgün yaşamağın yolunu bizlərə göstərir İslam dini. Ki, necə izzətli yaşayaq, hörmətli yaşayaq. Yəni, din bizlərə pis şeyləri, çirkin, mundar, fuş əməlləri qadağan edir. Yəni, baxsaq İslam dininə görürük ki, İslam o əməlləri bizlərə qadağan edir ki, o əməllər biz insanları cəmiyyətdə, toplumda nüfuzdan salır, izzətdən salır, hətta insanı hörmətsiz edir cəmiyyətdə. O şeyləri qadağan edir. O şeylər ki, cəmiyyətdə ailələrin dağılmağına səbəb olur, insanların arasında kin-küdurət salır, o şeyləri qadağan edir. Misal üçün, içki, qumar, zina, narkotik, bu kimi mundar, çirkin, fuhuş əməlləri İslam qadağan edir, yəni. Amma İslam dini gözəl şeyləri əmr edir. Misal üçün, qonşulara, qohumlara yaxşılıq eləmək, onların haqqını vermək, valideynlərlə gözəl rəftar eləmək, bu kimi əməlləri. Hətta İslam görün necə mükəmməl bir dindir ki, yəni heyvanlara qarşı belə deyir, mərhəmətli ol, təbiətə qarşı belə mərhəmətli ol. İnsanlara qarşı belə mərhəmətli ol. Yəni, İslam mükəmməl dindir. İslam haqqında çox danışmaq, çox söhbət eləmək olar. Və bəzi insanlar çox əfsuslar olsun ki, dini başqa cür başa düşüblər, başqa cür anlayıblar. Din deyəndə deyirlər, din insanları, toplumu idarə eləmək üçündür. Nə bilim, fəqirləri, kasıbları idarə eləmək üçündür. Bu kimi sözlər deyirlər. Halbuki, yəni, İslama baxsaq yenə deyirik. İslam dini bizə düzgün yaşamağın xəritəsini, yolunu göstərir. Ki, bu dünyada necə din gəlib ki, bizi izzətli eləsin, hörmətli eləsin. Yoxsa dinin bizlə düşmənçiliyi yoxdur. Yəni, din bizlərə yaxşı şeyləri yox, pis şeyləri, bizim mənəviyyatımıza, insanlığımıza ziyan olan şeyləri, əməlləri qadağan edir İslam dini. Yəni, bu haqda yenə deyirəm, çox danışmaq olar, çox söhbət eləmək olar din haqqında. Sadəcə qısa şəkildə danışdım.